Hər birinizin salamlayıram yenidən kanalda. Bu günlərin biz Bazar Düzü zirvəsinə və Zəfər zirvəsinə yürüyüşə gedirik. Hal-hazırda saat 5-dir və Gəncə metrosunun yanındayım. Sprinterimiz buradan qalxacaq. İndi gedirəm Samirgillə görüşməyə. Həmçinin digər gənclərlə belə deyək. Yolumuz Bazar Düzü və Zəfər zirvəsi. Sumkamda bir 10 kilodur, bu da var. Belə, getdik. Bəli, əziz izləyicilər, gördüyünüz kimi Batumdan tanıdığınız oğlan səhər saat 5:46-da qreçka yeyir. Samir bəy, qabınızı tam göstərin, zəhmət olmasa. Və biz hələ Bakını çıxmamışıq, hələ Bakı-Sumqayıt yolundayıq. Növbəti videolar kanalında. Qubadayıq, Megastore gəlmişik. Saat 8:20-dir. Yolüstü alış-veriş eləyib gedirik Xınalığa doğru. Yol çox pis sirkəliyirdi, yəni Bakı-Quba yolunu bilənlər bilir. Çox pis sirkəliyirdi. Gedirik Xınalığa doğru. Bazar Düzündə hava açıq göstərir, amma qar var. Gedək görək başımıza nələr gəlir. Dedim göyə təkcə kola götürəcəm, amma banan da götürdüm. Samir bəy, nələr götürmüsünüz? Gördüğünüz gibi çörək, Sport peçenya, kola. O nədir? ambacı, sormadır, ağız tatlandırıcı, yumurtadır, acı sudur, firdosidir. Firdosidir, yumurtadır, firdosidir. Dayanır. Amma sumkasına verir, spalni meşopu yerləşdirir. Çünki qaz 66-da ilk günə düşəcək spalni meşoplar. Hamının çubuğunu yoxlayırıq, artıq şeyləri aparmayaq biz. İzolyasiyaları yoxlayırıq, hamının yerində cərbeşi, qaz 66-ya yerləşdiririk, davam edirik dövlət sərhəd xidmətinə. Oradan da keçirik inşallah sağ-salamat, sənədlərimiz gəlib. Sənədlərimiz gəlib. Sonra davam edirik, Şahyalaqda dayanırıq, şəkil mənzərəsində fotosesiya eləyirik. Sonra yenə qaz 66-ya minib gedirik Kampirə. Kampirdə düşürük, beşlərimizi götürürük, yürüyüş edirik Kamçiyə. Kamçıda düşdük, fasilələrlə təbii ki. Çadırlarımızı qururuq, istirahət eləyirik. Saat 5-də, 6-da ovurlar, pomidor yumurta pişirir. İncirvari yeyirik, sonra da yatırıq. Yəni konsept budur. Çay adına razı götürdük bu səfər ki, kofe istəyənlər də olar, həm də rahat olsun. Çaynikimiz də böyüdür, balacadır ki, tez qaynasın. Yəni hamıya yetəcək dərəcədə. Bir də çayniklərdə termoslarımızı dolduraq ki, səhər-səhər ən azından bir stəkan isti su içə bilək ki, yola davam edə bilək. Gec saat 1-də dururuq, 2-də yürüyüşə başlayırıq. İşte durup işleri yapmışsın. Meditasyon eləyir də. Tez gəlir. Onca tez yatırıq. Hele günde okuyun. Ama gün doğumu nədir? Məsələn, gün doğumu hələ biz necə qədər qarşımıza şükür. Gün doğumda 4 gün doğum. Deməli, yürüyüş zamanı çalışdığımız qədər sumkamızda götürüb bazar üzünə gedəndə suyumuzu, limonumuzu, çərəzimizi, yüngül qidamızı sumkamızda yer saxlayırıq, çünki bəzən isti olacaq, polarımızı çıxardıb qoyacaq ora. Yəni, hamı haddilə əlavə sumka gətirib özü ilə. Şükür, mən əlavə sumka gətirmişdim ki, bir olmaz. Qaydırıq tezdən zirvədən düşürük. 1 saat fasilə dincəlmək. Orada çay var. Əl üzümüzü yumağa. Ayaq yolunda istiqamətini göstərəcəm. İstiqamət qayə tapasız değil mi inşallah? Sonra yığış eləyirik, qaydırıq tezdən minirik. Qaz 66-ya gəlir spirtinin yanına. Yürüyüş zamanı gördünüz ki, güclü külək əsir. Baş gicərlənməz və ayaq üstə dayanmır. Sıracı oturursunuz yerə. Yəni uzanırsınız arxası üstə. Heç yanda fırlanmırsınız. Sadəcə olur uzanırsınız. Baş gicərlənmə oldu, oturursunuz. Külək oldu, oturursunuz. Təzyiqimiz oynadı, oturursunuz.
dayanmırsınız, çubuğa söykənib belə dayanmırsınız. Çünki Allah olsun, yıxılarsınız, başınız dəyər daşa. 3 bələdçi var. Dəqiq hesablayın, 2 bələdçi, 3 bələdçi. Qabaqda indi ya Vasif gedəcək, ya mən gedəcəm. Arkada Samir gələcək. Yox. Qabaqda ya Vasif gedəcək, ya mən gedəcəm. Arkada da ya Vasif gələcək. O akşam Sümeyşut'da dəqiqləşdi. Ortada Samir gələcək. Hərəmizin əvvəlimizdə ratsiyamız olacaq. Biz dərman ümumiyyətlə məsləhət görmürük. Yəqin ki, hamımız həkimlərimizlə məsləhət eləmişsiniz, dərman məsələsindən təzyiq bir dənə oynayır orada. Burundan qan gəlməyindən qorxmayın, normal bir haldır. Əksinə gəlməyə yaxşı bir haldır. Gecə yaxşı yatın, dincəlin ki, səhərdə rahat yürüyüş eləyəsiniz. Qorxmayın, fasilərlə yürüyüş eləyəcək. Qaça-qaç qova-qovla getməyəcək. Rahat gedib, rahat gələcək. Yuxarıda da 20 dəqiqəlik, yarım saatda yatmağa vaxt verəcək. Ki, bədənimiz həm də aktivini öyrəkə bilsin. Ayaq yolu istəyəndə utanmayın, çəkinməyin. Harada qaya gördünüz, gedin qaya. Hə? Zirvədə yatmağa vaxt verəsən. Zirvədə yox, dözməyin yüzdə. Ailə olmayacaq. Mən də oxuyum. Görünən Qubanın Cek kəndidir. Şahdağ Milli Parkın girişindəyik hal-hazırda. Buradan Qaz 66'larla gedəcəyik. Burada Xanalıq kəndidir. Bildiyiniz kimi Xanalıq kəndi Azərbaycanın ən ucqar yaşayış kəndlərindən biridir. Bir də Kəlbəcərdə olmalıdır, səhv eləmirəmsə. İndi hal-hazırda şəxsiyyət vəsiqələrini vermişik. Adlarınızı siyahıda yoxlayırlar. Sonra Dövlət Sərhəd Xidmətinin keçid məntəqəsinə gedəcəyik. Və yəni Qaz 66 ilə hələ ki baza 1-ə qədər. Birinci kampdan da ayaqla gedəcəyik. Paltarlarını götürdüm sumkadan. Qızlar əyinlərini dəyişir. Sonra biz dəyişəcəyik və həmçinin ağır veşləri və yaxud lazımsız veşləri sprinterdə qoyacaq. Sprinter günlük qalacaq Xınalıqda. Avtobusa mindik, gedirik. Avtobus nədir? Qaz 66. Məndə Qaz 66'larımıza minirik və gedirik. Takmadım. Böyle yapmış. Gün o kadar istedi ki işirik. Kepka da götürmemişler. Ona göre gödəkçə başımdadır. Ve biz hələ gedirik. Şahdağ zirvəsi 4243 metr. Hal-hazırda Şahdağ massivindəyik və Şahdağ yaylası, Şah yaylağa doğru gedirik. Nə qədər yandırıcı gün olsa da maksimum Ərəb şeyxinə oxşuyur. Bütün düzdür, SPF falan tutmuşam amma yenə də gündən qorunmaq lazım. Və
və Şah yaylağında dayandıq. Görünən bazar düzüdür, bazar yurtdur. Bazar yurt budur. 2600 metr yüksəklikdəyik. Hələ kampa davam edirik. Belə deyək, kampa getməyə doğru davam edirik. Yoldayıq. Şah yaylaqdayıq hələ. Hələ də video, foto çəkiliş gedir. Yorğunluq yoxdur, enerjikəm. Hava çox qəşəngdir, sərindir. Və bu görünən bazar düzünə doğru yol alıb gedəcəyik. Burada da dostlardan birindən selfie çubuğu aldım. Hələ gedirik, yoldayıq, 2700 metr yüksəklikdəyik. Və hava çöndü artıq. Ehtiyatlı olun. Telefonları tutun. Dağda buzlaqlar görünməyə başlayır. Birinci kampa gəldik, çatdıq. Veşləri boşaldırıq. Hardasa 3000 metr yüksəklikdəyik və buradan piyada davam edəcəyik. Bu mənim sumkamda indi görək. Geçen ne kadar yaptı burada? 1 saat. Burada. Bizi gətirən maşın getdi və toplaşırıq biz yavaş-yavaş. 1 saat yarım, 2 saatlıq yolumuz var. Mən də hazıram. Yox, dəvət eləmək yox. Çox yola qoyulduq. Gedirik. Yolumuz hələ davam eləyir. Bayaq dediyim buzlaqlar, görürsünüz, bax buzlağın altından su gəlir. Samin, nə qədər yüksəklikdəyik? Nə qədər yüksəklikdəyik? 3030 metr yüksəklikdəyik. Fasilə verdik. Sumka çox yordu. Gün yoxdur şükür. Gel. Su içer. Gün yoxdur. İstikçə çotulu çay. Hamı yatıb düşərgədə.
İki dənə atlı gəldi. Beşlərdən birini onlara veririk. Dayana gedirik. Arada nəfəs darlığı olur. Ürəyim çox tez-tez döyünür. Amma da bu yola girmişik, belə deyək. Ona görə getməliyik. Hər yerdə buzlaqlara rast gəlinir yəni. Möhtəşəm. O qədər yol var. Kamp görünür, kamp. Amma hələ ki yolumuz var. Külək çoxdur, külək. Nəfəs ala bilmir adam. Bilmirəm səsim gəlir ya yox. Kamp ərazisini görsək də, ora keçməkdə biraz çətinlik çəkirik. Həm çaya görə, həm də orada deyəsən adamlar çoxdur, yer yoxdur. Ona görə. Hələlik burada gözləyirik, burada oturmuşuq, dincəlirik. Qəşəng sərt külək əsir. Soyuq var. Amma dəyər yəni. Biraz gözləyəndən sonra saat 6-dır. İndi kampa getmək üçün bu çayı keçəcəyik. Su dəhşət gürsuludur. Keçə bildik çayı və gəldik kamp ərazimizə. Bayaq orada uzanmışdıq və çaydan keçdik, gəldik bura. Bura bizim kamp ərazimizdir. Palatkalar qurulur, çadırlar. Biz 3 nəfərlik çadırda qalacaq. Samir, Firdovsi, mən. Hələ Firdovsin halı yoxdur. Çadır quramamış. Mənim də halım yox. Çox külək var. Boynum ağrıyır, başım ağrıyır. Soyuq var, soyuq. Külək, yəni soyuq gətirir deyə. Daşlar, sınıfa koyun daşlar. Bəli, 3 nəfərlik evimiz. Bu daşlardan geçir. Çadırımızı qurduq. Düz çayın sahilində. Sahil də demək, yanında. Və həmçinin digər dostlar. Bəli dostlar, öz evimizdə Kleopatra oturuşundan. Ha, Dosi. açı baba. Saçın başından, neyse olsun. Mən yuyuram. Birazdan da pomidor yumurtası pişəcək. Adətlə sulu faydalı. Yığılmış. Batumda bizə heç nə bişirməsə də, bazar düzündə İstəsəm də canım xəyal. bizə pomidor yumurta bişirən Samir. Eləyən xələf. Eləyən xələf. Yən. Yeyən xələf, nuş olsun. Hava artıq çönüb. Soyuqdur. Harda olsaq da pomidor yumurta orada. Bəli. Yüksəkliklə baxmayaraq Bağdanın
Sahilime kandırım. İstədin kola ilə giriş eləyəsən, alınmadı. İndi Bağdana keçibsən. Saat 19:45. Artıq qaranlıq düşür. Hələ işıqlıdır, düzdür. Yatmağa giririk biz. Saat 1-də duracaq və 2-də yürüyüşə başlayacaq inşallah. Yəni soyuqdur hava. Çox yox, amma soyuqdur. Görək başımıza nələr gələcək gecə yürüyüşündə. Firdevsi artıq yatıb. Burada bizim evimiz. Bu da yataq tulumumuz. İndi bunun içinə belə girib yatacaq. Sumkalar falan çöldə qoymuruq, şeh düşəcək deyə və yatırıq. Yatmağa getdik. Saat 2:22. Biz oyanmışıq və hazırlaşırıq. Demək olar hər kəs oyanıb. Yavaş-yavaş hazırlaşırıq. Duzda düşsəydi göstərərdim, amma görünmür. Şəkil kimi yerləşdirərəm. Yolumuz uzundur. Nə qədər olacaq yolumuz Firdevs? 6-7 saat. Saat 9. Hatta bir 6-7 saat gedəcək. Biz hazırıq. Çubuq. Saat Aram 3. məsafəsi 3:10-dur və biz artıq yola qoyuluruq. Kimin birer kullanmaz? Onu götürmüşsünüz. Kullanmazsa. Ne götürmüşsünüz? Bize falan 3-9'a yakın şey. 3800-3900 metr yüksəklikdəyik. Günəş çıxır artıq yavaş-yavaş. Saat 05:15-dir. Və biz bu zigzagı gəlmişik. Baxın gördüyünüz kimi bax görürsüz. Zigzag yol. Düşərgəmiz də buradır. Burada. Bura düşərgəmizdir bizim. Yolumuza var hələ. 5:15. Və mənim kumirim Firdevsi və Leyla. Arxada Leyla, qabaqda Firdevsi. O mənim ayağıma baxır, mən onun ayağına. Belə gedirik. Bazar düzü yolunda olan istirahət düşərgəmizə gəldik, çatdıq. Yəni bu aşağı gördüyünüz yolu baxın. Bu yolu, bu cığırı çıxıb bura gəldik. Halım yoxdur. Danışmaq, susmaq. Geldiğimiz kadar da gitmeliyiz ondan. Vasif bəy, nə qədər yüksəklikdəyik? Oradasa yəqin ki 4000-4100 olar və bu zirvənin arxası bazar düzdür. Və geriyə qalan sadəcə 6 nəfər. 4202. 4202 Ne metr. var burada? Gelin bakın. Bir tane gözlük kamera çekeyim öyle de. Biz buradayız. Düz yüzümüzü sonunda gözü çöndürün. Sönsün. Ha, söndü. Düz zirve buradadır. Biz neçədeyiz? Biz buraya gelirik. Bu pavarot değil, o pavarot. 4202. Buranı dönürük, burayla böyle su. Sərhəd də bura. Ona Ha, nə bu yazır? aralanmaq bu demək. Bu aralanmaq var ha. Kamp bazar düzü. Ara, xətt ara. O deməkdir ki, artıq yamac ucu uzanıb, artıq düzə. Bu qısa şeylər var, bunlar yaxın olduqca. O deməkdir ki, birdən bir risk hündürlüyü var. Görsən 3950 4 yəni qısa məsafədə 50 metr qalıyırsan. Gedirik. Qarlı yollarla. Zirvəyə az qalıb. Çox az. Dəhşət küləyi var. Çox dəhşət küləyi var. Amma gedirik. Əgər qanlar
Dərin olsaydı o cığırla gedəcəkdik orayla. Bura yarı dağdır, abi gördüyünüz yarı dağdır. Hə, yarı da. Bunun arkasında iki tane dere var, orada boşa göllər var. Bir de görselen dere var değil mi? Bunda o tarafında Tufan göldür. Orada Tufan dağın özü. O tufan dağı. O Tufan dağın özü. Oradan biraz aşağı düşəndə gəlir şeyə. Artıq oralarda Çingiz zirvəsi var. Hə. Çingiz zirvəsi var. Daha işe gəlir ora. Kınalının üstündə orada. Heydər Əliyev zirvəsi, Atatürk zirvəsi oradadır. O aradakı bildiyimiz saat sayda oradan axı gedir Lazraya. Burada aşağıda Atatürk olarak burada da çox zirvə var. İlham zirvəsidir. Bir tane de var, yarı dağ var burada. Yarı dağda yarısı Rusiyada olduğu üçün. O dəqiq demirəm, o adı dəqiq demirəm, yox. Çünki onlar tərəfdə elə deyil. Dəqiq onu deyənlər. Orada bazar düzüdür. Burada da artıq bazar düzüdür, zirvəsi. Az qalır. Çatırıq. Az qalır. Gəldik, çatdıq. Sonunda zirvəyə. Ay Allah sənə şükür. $4400 hələ ki 61-62'lerdəyik. 66'ya doğru gedirik. Güneş bu kadar parlak vurur ki değneksiz hareket etmek qeyri-mümkündür. Ola bilər nəfəsim arxa fonda pis gəlsin, amma inanın bu qədər yolu gəlmək sənə şükür ay Allah, sənə şükür. Dostlar, 2026-cı il Pazartesi zirvəsindəyik. 4466 olsa da qar yağır deyə bələdçimiz bəli, biz gəldik bu zəfəri də. Zəfər nə? Bu zirvəni də fəth elədik. İlk zirvəmdir ki, mən bura çıxıram. Yəni, heç vaxt zirvəyə çıxmamışam, həqiqətən. Yəqin ki, davamlı videosu olacaq. Buna qədər izlədiyiniz üçün təşəkkür edirəm hamınıza. Al səni tapşıraq. Burada Dağıstanın kəndidir. Bəy oranı göstərmiş, bura deyilmiş, buraymış. Nə baza kampında yığışmağı belə deyim çəkə bildim. Nə oradan gələndə yolu çəkə bildim, nə yolda qabağıma çıxanları çəkə bildim. Niyə? Çünki Zariqqam ölmüşdü. Hal-hazırda sumkalarımız gəlib. Atla gətirdik. 120 manatlı at. Və gözləyirik digər qrup üzvlərimiz gəlsin. Gedək üzü hara? Şimala doğru. Üzü Bakıya. Heç biri. Biz üst bələdçi olaraq, step by step komandası olaraq izolasiyaları sizlərə pulsuz təqdim elədik. Çubuqları pulsuz təqdim elədik. Panaları pulsuz təqdim elədik. Hansısa bir tür şirkət eləyir buna? Eləyir. Hər hansı bir tür şirkəti sizə çadırlarımızı gətirib Kəpəzə gedəndə, Yıldırım ayağımızın altına düşəndə dedi ki, geri qayıdın. Grup olarak ne dedi? Ben de oradaydım. Sen de oradaydın. Her nokta varsın. Grup olarak ne dedi?
burada yer yığış eləyib yola düşürük Bakıya. Həqiqi ki bu son bir videodur deyə yekunlaşdırmaq istəyirəm. Təəssüratlarım çox böyükdür. 7-8 saatlıq yoldan sonra Bazar düzünə çatdıq. Çox uzun yol getdik, əziyyətli yol getdik. Gecə saat 3-də çıxdıq. 3-də çıxıb ona falan ora çatdıq. 10-11 belə deyim. Amma düşmək, qayıtmaq çox maraqlı idi. Orada ziqzaq deyilən yer var. Hansı ki, oranı çıxanda çox adam əziyyət çəkir. Oranı sadəcə olaraq gecə çıxırsan deyə, yəni yola fikir vermədiyin üçün, belə deyək, ətrafı görmədiyin üçün rahat çıxa bilirsən. Mən kiminsə ayağına baxıb elə çıxdım və maksimum aşağı baxırdım, yuxarı baxmırdım ki, nə vaxt çatacaq deyə bir belə deyək də sual yaranmasın məndə. Çünki mən düşünürəm ki, adamı yoran şeylərdən biri də budur. Ki, nə vaxt çatacaq, düzdür, qrupda verənlər olurdu o sualı, maksimum eşitməməyə çalışırdım. Yəni belə. İlk zirvəm idi. Əvvəl də demişdim, ilk zirvəm idi bu. Yəni məncə ilk və son zirvəmdir. Mən bir də inanmıram hansısa zirvəyə çıxam. Amma heç vaxt demək olmaz. İzlədiyiniz üçün bir daha təşəkkür edirəm. Çox sağ olun. İnşallah başqa bir yerdə, başqa bir vloqla qarşınızda olaram. Təşəkkürlər. Sağ olun. Yolumuz Bakıya.